Uşaqlarınızın məktəb çantasına qoya biləcəyiniz yumşaq bulkalar hazırlayırıq. İşə mayanı aktivləşdirməklə başlayırıq. Bir xörək qaşığı maya, şəkər tozu, südü qarışdırıb üzəri köpüklənənə qədər gözləyirik. Qaba stəkan yarım əridilmiş kərə yağı, 6-7 xörək qaşığı şəkər tozu, vanil, süd, yumurta, maya və unu əlavə edib ələ yapışan yumşaq xəmir yoğururuq. Xəmirimizi acımağa qoyuruq. Sonra kiçik kündələr hazırlayıb müxtəlif fiqurlar düzəldirik. Mən içərisinə qoz ləpəsi ilə şəkər tozu qarışımı əlavə etdim. Siz istəsəz cemlə də əvəz edə bilərsiniz. Kündələrin bir qismini də belə kişmişlə hazırladım. Hazırladığımız bulkaları təxmini yarım saat kimi gözlədirik. Üzərlərinə süd, yumurta qarışımı çəkib öncədən isitdiyimiz sobada 180 dərəcədə bişiririk. Üzərləri qızarıb, qabardıqdan sonra sobadan götürə bilərsiniz. Budur, bulkalarımız hazırdır. Hazırlayacaq olanlara indidən nuş olsun.